2023-cü il noyabrın 13-də Matadrom yaşayış massivində Gəncə şəhər sakini 24 yaşlı İzmir Savadov bıçaqlanıb. O, kliniki tibbi mərkəzə aparılarkən yolda ölüb. Cinayəti törədən şəxs həmin gün polis əməkdaşları tərəfindən Nizami rayon ərazisində saxlanılıb. İstintaqla müəyyən edilib ki, noyabrın 12-si saat 22 radələrində Həsənağa Əliyev qəbul etdiyi narkotik vasitənin təsiri altında idarə etdiyi Assamat markalı avtomobillə Matadrom massivinə gələrək yaşadığı evin qarşısında Toyota Prius maşınının dayandığını görüb və içərisində əyləşən 3 nəfər tərəfindən izlənməsini ehtimal edib. Həmin avtomobildən düşən İzmir Savadovun biraz irəliyə getdiyini və yolun kənarında dayanaraq mobil telefonuna baxmasını görüb. Bu hal onda şübhə yaradıb. Həyat yoldaşına zəng edərək qapıdan naməlum maşının dayandığını və çölə çıxmasını deyib. Yoldaşı küçəyə çıxıb və avtomobilin ön sağ oturacağında oturub. Bacısı Ramilə Əliyevaya da zəng edərək həmin şəxslərin onu izlədiklərini deyib. Tanımadığı şəxslərin onun yaşadığı məhəllədə dayanmalarını özünə qarşı təhqir hesab edən Həsənağa Əliyev yaxınlaşıb onunla mübahisə etməyə başlayıb. Heç bir əsaslı səbəb olmadan Əliyev avtomobildən çıxan zaman arxa sağ cibinə qoyduğu bıçağı çıxararaq Savadovun ürək nahiyəsinə zərbə endirib. Bu hərəkət ilə o zərər çəkmişi qəsdən həyatdan məhrum edib. İş üzrə dindirilmiş Həsənağa Əliyev bildirib ki, İzmir Savadovla mübahisə zamanı avtomobildən onunla yanaşı arvadı, digər maşında olan bacısı da çıxıb. İzmirin qadınları göstərib, söhbətə bunlarla gəlmisən, sualını şəxsiyyətinə təhqir kimi qəbul edib. Bıçağı çıxarıb İzmirin ürək nahiyəsinə bir zərbə vurub. Prokuror təqsirləndirilən şəxsə 19 il cəza təyin edilməsini istəyib. Həsənağa Əliyev əməlindən peşman olduğunu və mərhumun ailəsindən üzr istədiyini bildirib. Məhkəmə qənaətə gəlib ki, Həsənağa Əliyevin məhkəmə iclasında verdiyi ifadələri cinayət məsuliyyətindən yaxa qurtarmaq və özünü müdafiə xarakteri daşıyır. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Həsənağa Əliyev 17 il müddətinə azadlıqdan məhrum olunub.